Herkese selam dostlar. Oyundan evvel verilişindeyik. 3. bölümünde göre neler yaşayacağız bugün. Evet. Riga vardılar görüşünde. Vardılar bir gol vurarak. Üstü tutamamalı vardı. Orada vardı da kırmızı Riga var. Hak. Dila Polland artık. Aha. Cezalı geldi oyun. Ne yapalım? Evet, sabahı tebrik eylem 250 kalori çakal aldı. Ve Dolens, Mikas ve Velko Simic gollarıyla geldiler. Sabah üçün təsvir keçdi. Evet, rəqibini gözləyəcək başa-başa. Rəqibi sabahlara bəlli olacaq. Evet, rəqibi sabah bəlli olacaq. AGF sabah 21-də. Sağ saat 19 evdə ola bilməyəcəm. 18:30-da da kimi evdə ola bilməyəcəm. İki görüş qatladım. Hala işlər var deyə. Evet. Lincoln uzadı təqdirdə belə, Avropa Liqasının düşəcəyi təqdirdə belə 66 xal yaradacaq. Bəbdə özünə Cəbəl Tarıqın tək səhv etmirəmsə Cəbəl Tarıq adlı tək bir dənə klubda. Buna baxaq. Evet, tək klubudur. 166 xal alsa San Marino'nun bir dənə artıq klubu var. O da gələn oynayacaq inşallah. OS-də biri qalıb. Montenegro OS bəhtəlifdə eləyəcək. Tarix isə yoluna Avropa Liqasına davam edəcək. Şimali İrlanda da bax, bəlkə müəlifdə eləyə biləcək. Lüksemburqda. Sınavı tamam. Yani bakın. 25 sezonda 36 tur olur. Ha, 36 turmuş. ...19 turda yeniden İberya şampiyon olmağa çok yakındı. Abdullah Həlilik başını qarışdırıb konferans liqasını deyə qədər liqaya oynamış. Başını qatmır liqa üçün. Evet, maçlarda bu həftə ayın 8-dən etibarən olacaqdır. Başlayalım, ayın 24-dən sonra ayın 8-i niyə? 24 iyun hətta. İyundan sonra o da olur. Hə, tətilə çıxdılar onda. Bizə də tətil olmuşdu, tətilə çıxdılar. Ağustos ayında devam etsinlər. Bu maç bitəcək bu arada, 36-cı tur. Dekabrda. Tabii ki o bitməyəcək. Dekabrda da şeyler olacaq, siz deyin. Kubok böyle sese şeyler. Gürcistan'da bu arada geçen yıl şeye gelen var mıydı Avrupa Ligası'na? Filan olsa üstü 3 konferans ligasına. 3 tanesi konferans ligası, bir tanesi şey Avrupa Ligası'na çok pis. Evet. Tahmin edəcəyik, 10 dakikadan gedirək artıq. Biz də ölçək halları əsnasında danışaq. Da konferans liqası var. Dərsatla sabah
Bunun adları silindi. Evet. Sabah. Adı. Gedirək. Şimdi təsdiqatda isə biz Avropa Liqasından söhbət açırıq. Kupusu görəcəyik. Kupus. Michel Lincoln'u görəcəyik bazen. Ben gedirəm. Hadi. Filmam deyəcəyim. Şaxanla biz tutacağıq. Xaxın özümdən gələdim ki, kəsdim ki, çətinlik yaratmasın bizə. Bir də ölkələr notdan yazın, o nelə, bu nelə. Biz Başakşehir oyununa vaxt. Başakşehir heç nə vaxt oynayır? Sabah. Konferansda. Yox, sabah deyil. Bu nədə? Sabah çox çətin olacaq həftənin 10-cu günü. Vay. Beşiktaşı, Qarabağı, Neftçisi, Zirəsi, Başakşehiri, öf. Biz yoxuz oğlum, biz yoxuz öldük. Başakşehir Samsun'da oynayacaq bu arada. Başakşehir. Lan! Türk oyunu. Ha, intro. Ya, iyi biləm. Zirə. Aynı anda. Təəssüflər olsun ki, Azərbaycan klublarının oyunlarına birlikdə ola bilməyəcəyik. Və Başakşehirin oyunları. Həmişə WhatsApp-dan paylaşım eləmişəm, dəqiqə bə dəqiqə, saniyə bə saniyə. Sonra deyir ki, YouTube-da baxmağa vaxtımız yoxdur. Sən YouTube-da baxmadığımız oyunlara çək, ona görə də mən az əvvəldə Kup Sabah oyununun WhatsApp-da eləyirdim status kimi və orada davam eləyirdik. Hər neysə. Görək Lincoln Michel bir görüşündə hesab artıq dəyişiləcəkmi? Evet, əsas məsələ konferans liqasıdır bu dəqiqə. 4 dənə klub var. Apollon, Dilariga, Vardar, CSKA Sofia, Spartak Trnava, Drita, Floriana.